Şuşa şəhərciyi, Ramana Savxozu, bax, hamı bu yolla gəlib keçir. Yol 2016-cı ildə çəkilib, ölkə başçısı şəxsən bax, bu yolun açılışında olub. Çox gözəl bir yol çəkilmişdi bura. Və sonradan nələr baş verdi? Burada görürsünüz, yolun sol tərəfində belə qazılıbdır. Sakinlərin bizə verdiyi məlumata görə, Statinfoya, Azərsu gəlib buranı zaman-zaman qazıb 2020-ci ildən bəri. Yeraltı gedən xətlər var ki, asfaltın altından keçən xətlər. Bax, o xətlər çəkildikdən sonra yenidən bərpa olunmuyor. Belə-belə yol gəlib bu hala düşüb. Sakinlər deyirlər ki, yola yamaq vurublar. Yəni, ancaq yamaq vurmaqla işlərini bitmiş bilirlər. O da asfalt yox, qır olubdur. Bir dövlət qurumu belə deyim tikir, o biri dövlət qurumu isə sökür. Burada Ramiz Mirişli küçəsi istiqamətində hərəkət edirik. Baxın. Yol nə gündədir? Baxın. Bax, buranı qazıb Azərsu. Nəsə iş görüb, neyniyib? Yol, asfalt yol örtüyüb, bərbad duruma düşüb. Baxın. Büdcədən milyonlarla manat pul ayrılır. Baxın, görün. Diqqət edin, bax, buranı gəlib çəkib. Nəsə iş yapmayıb Azərsu. Sonra bu günə düşür. Baxın, görürsünüz. Ramiz Mirişli küçəsi bərbad vəziyyətdədir, həqiqətən də. Baxın, buna baxın. Yəni, cəmi 6-7 ilə bu yol bu vəziyyətə düşüb. Burada iki qurum rol oynayır. Azəravtoyol, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, bir də Azərsu. Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi. Yəni iki qurumun fəaliyyətsizliyi deyim. Biri iş görür, o birisi gəlib o işi körlüyür. Sona qədər işini aparmır. Yəni sən bu yolu, asfaltlanan yolu hər hansı bir su xəttinə, kanalizasiya xəttinə görə qazıb tökübsənsə, yenidən o yolu bərpa eləməyə məcbursan. Ki, o yol sıradan çıxmasın. Yağan yağış zaman-zaman o yolu sıradan çıxarmağa başlayır və nəticədə, bax, belə xoşa gəlməz hallar baş verir. İndi qarşıdakı yola baxın, yamaq-yamaq yol, fikir verin. Baxın, bu görürsünüz buranı.